Lev Tolstoy yazır ki, mən nifrəti sevgidən çox sevirəm. Çünki onun saxtası olmur. Amma sevgilər müxtəlif olur. Sevginin min növü var. Vətən sevgisi, ailə sevgisi, övlad sevgisi, mal-mülk sevgisi, hər halda. Ancaq hər birinin mənbəyi ürəkdir. Dünyada bir çox canlının ürəyi var. Ancaq sevməyə bacaran yalnız insan qəlbidir. Məhəmməd Füzuli Leyli Məcnun Nazim müəllim yazdı ki, Leyli ilə Məcnun qovuşmadı. Anna Karenində Anna öldü. Romeo Juliet'də ayrı düşdü. Bizim böyük mütəfəkkir Hüseyin Cavid yazdı ki, əsl sevgi həsrətdir. Amma bugün Əlvan bəy, Aysu xanım sübut etdi ki, onlar hamısı əfsanədir. Onlar hamısı bədii ədəbiyyatdır. Əsl sevgi bax budur. Əsl sevgi toyla yekunlaşır. Əsl sevgi vüsaldır. Onun da bəhrəsi Nazmın gözəl övladlardır. Bəyimizə gəlimizə həmişə sevilməyi, ocaqları qucaqları dolu olsun.